Diving'e gelmişim bugün. Ali Baba şirketinden edirik divingi. En büyük gəmi adam gəmisidir, 3 mərtəbəli gəmisidir. Qiyməti $35'dır. 35 dollara nələr daxildir qeyd edim. Oteldən gəlib götürürlər, transfer və sonra da otelə çatdırılma daxildir. Eyni zamanda günorta yemək daxildir bu 35 dollara. Diving təlimatları daxildir, diving üçün bütün ləvazimatlar daxildir. Eyni zamanda snorkeling üçün də ləvazimatlar verilir. Gəmi 2 dəfə dayanır, həm snorkeling edirsiniz, həm diving edirsiniz və həmçinin də Ağ Maldivlər adasına gedilir, üzülür, instruktorla birlikte ve geri qaytarılır. Bütün bunlar hamısı daxil. Yalnız video və foto çəkiliş bura daxil deyil. Su altında video və foto çəkilişinin qiyməti 25 dollardır. Amma siz endirim edib biraz da aşağıda danışa bilərsiniz. Biz 20 dollar aldıq. İlk başta forum doldurulur və burada sizin keçirdiyiniz xəstəliklər, hər hansı dərman qəbulu və s. haqqında məlumat verirsən. Daha sonra instruktor sizə necə diving edəcəyinizi başa salır. Burada ilk öncə nəfəs problemi varsa kimdəsə onlar araşdırılır və daha sonra düzgün nəfəs alma qaydası həmin aparatla öyrədilir və su altında necə danışacaqsınız. Su altında danışmaq mümkün olmadığı üçün bütün hər bir şey hərəkətlərlə başa salınır və bu hərəkətlər əvvəlcədən iştirakçılara öyrədilir. İnstruktorun verdiyi əl hərəkətləri ilə siz onu izləyirsiniz və burada həm suyun altına düşmə, həm problem olanda ona bildirmə öyrədilir. Daha sonra isə suyun üzərində təxmini 1-2 dəqiqəlik nəfəs alma öyrədilir. Dalış müddəti 10 dəqiqədir və siz 10 metr dərinliyə qədər düşə bilərsiniz. Təbii ki, istəyinizdən asılı olaraq instruktora işarə verirsiniz və o mərhələli şəkildə sizi suyun altına aparır. Qırmızı dənizin altında isə sizi bir cənnət gözləyir. Müxtəlif rəngli mərcanlar, rəngbərəng balıqlar insanı məst edir. Bir də baxırsan ki, ayağının altından müxtəlif rəngli balıqlar üzüb keçir. Çox fərqli bir hissdir. Həqiqətən də qırmızı dənizin altı mühtəşəmdir və yolunuz bu tərəflərə düşəndə mütləq Ras Muhammed Milli Parkında diving edib sonra geri dönün. Hələlik.